fitrə zəkatı bayram axşamı vacib olur. Şəriətdə belədir, fitrə zəkatı çıxartmaq vacibdir. Fitrə zəkatının ölçüsü, miqdarı nə qədərdir? Fitrə zəkatı bir sa hədislərdə gəlir. Bir sa, yəni 3 kiloqram, indiki ölçü ilə. 3 kiloqram nədən verək? 3 kiloqram süfrəndə çox nə olub? İndi onu hər adam özü bilir də. Mənim bir ay bu orucluqda süfrəmdə nə çox olub? Adam var çörək çox olub, 3 kilo çörəkdən hesablasın. Adam var düyü çox olub, 3 kilo düyüdən hesablasın. Adam var, biz hər məsələdə maşallah əlaçıqlıq eləyirik. Bu fitrə zəkatına gəlib çatanda ildə bir dəfədə elə istəyirik ki, buğdadan verək. Buğda yeyən var indi. Buğdanı toyuq, buğda arpa, buğda nədir axı? 3 kilo süfrəndə nə var o? 3 kilo süfrəndə nə var o? Yaxşı, bir ay sən düyü yemisənsə, məlumdur ki, 3 kilo düyü verə bilərsən də. Bir ay çörək yemisənsə, 3 kilo un vermək olar, 3 kilo çörəkdən vermək olar. Bəlkə xurma yemisən, gecə gündüz, 3 kilo xurmadır. İndi imkana baxır. Burada hər bir insan öz imkanına uyğun çalışsın ki, əda eləsin. Və onu da sizə deyim ki, belə işlərdə biraz da vasvaslıq olmaq heç yanda bəyənilmir. Ancaq burada vasvası olun. Məsələn, bir dəfə fitrə zəkatı verim, deyin, ürəyim soymadı, qoy bir dənə də verim. Görün, hələ vasvası ola bilərsiniz. Burada heç adam vasvası olmuyor. Ancaq vasvası harada olursan, dəstəmazda. Adam bezdirir. Aldım, olmadı, yenə alım, yenə alım. Onu da bilirsən ki, vasvaslıq şeytandandır. O ki, faydalı işlərdir, orada heç vaxtı vasvaslıq gəlməz adama. Sən sədəqə verim, ürəyimə yatmadı, bir dənə də verim. Ürəyimə yatmadı, bir dənə də verim. Heç onu görmərsiniz. Amma eybi yoxdur. Qoy biz burada fitrə zəkatında vasvası olayıq. Bir dəfə verək, sonra bir dəfə də verək. Eybi yoxdur. Çünki ildə bir dəfədir, həm də fəqirlərimiz, xəstələrimiz, bilirsiniz, çoxdur. İndiki dövrdə laf çoxdur, ehtiyacı olanlar. Düzdür, istifadə edən də var. Allah elələrini uzaq eləsin bizdən. Amma həqiqətən də imkansızlar var. Ona görə çalışın ki, Allahın köməyi ilə bu məsələləri əda eləyin. O kartlar, martlar atırlar filan bir-birlərinə. Bəzən heç bilmirsən o kimədir, nəyədir. Ona görə yəqin bildiyiniz, hərənin öz kəndində, elində, obasında, qohumunda, əgər qohumda varsa birinci qabaq qohumdur. Amma yaxın ailə üzvünə vermək olmaz da. Məsələn, biri atasına, anasına verə bilməz, oğluna verə bilməz, qardaş, bacı, çünki o sənin ailəndən hesablanır. Amma kənar qohumdur, bəli, qohum birincidir. Əgər varsa fəqir, qohuma verir. Ondan sonra qohumdan sonra gəlir qonşun, qonşudan sonra gəlir kəndin, kəndindən sonra gəlir belə. Amma çalışa inşallah bu məsələni əda eləyək 3 kiloqramdan. Yaxşı, kimə vacibdir bu? Nə qədəri bildik, kimə vacibdir? Yadınızda qalsın. Şəriətimizdə varlı və kasıbın bölünməsi var.